Necə olur qədim Yunanistandan çoxlu filosoflar çıxır? Salam dəyərli dostlar, dünyada ən qədim tarixə və mədəniyyətə malik olan Yunanistandayıq. Burada həmişə məni maraqlandıran suallardan biri bu olur ki, necə olur qədim Yunanistandan çoxlu filosoflar çıxır? Gəldim, başladım bunların yeməyini yeməyə, suyunu içməyə, havasını udmağa, gəzdikləri yeri gəzməyə ki, görüm ağlım artacaq yoxsa yox. Gördüm ki, orada çox da belə qeyri-adi bir nəsə hiss eləmirəm. Daha sonra Sony Intellect-dən soruşdum. Mənə çox qəşəng formatda izah elədi. Əslində sualın qoyuluşunda düzgün qoymamışam və başqa elmi tarixi məqamlardan da izah edir. Videonu axıra kimi izləyin, takip atmağı, like eləməyi və şərh yazmağı da unutmayın. Birinci, mərkəzləşmiş kahinlik sistemi yox idi. Misirdə və Babildə bilik, dini və inzibati institutlarla sıx bağlı idi. Astronomiya, riyaziyyat, təbabət bunların böyük hissəsi məbəd və saray mühitində qorunur və nəsildən nəslə ötürülürdü. Yunan dünyasında isə kahinlər və dini kultlar əlbəttə ki var idi. Amma Misir və Mesopotamiyadakı kimi bütün intellektual həyatı vahid ruhani hakimiyyət altında birləşdirən mərkəzi dini sistem yox idi. Bu fərq vacibdir. Çünki Yunan dünyasında bir insan mövcud kosmoloji təsəvvürlərə alternativ fikir irəli sürə bilirdi. Sonrakı mənbələrə görə Fales hər şeyin ilkin prinsipinin su olduğunu düşünürdü. Bu fikir mütləq həqiqət kimi qəbul edilmədi. Onunla razılaşmamaq mümkün idi. Və məhz burada mühüm bir dəyişiklik baş verdi. Təbiəti izah etmək üçün mifoloji hekayədən başqa rasional izah axtarmaq mümkün idi. İkinci, yüzlərlə müstəqil şəhər dövlət. Yunanistan vahid dövlət deyildi. Yunan dünyası yüzlərlə ayrı şəhər dövlətdən, polislərdən ibarət idi. Bu siyasi parçalanmanın bir nəticəsi də müxtəlif şəhərlərdə fərqli siyasi və intellektual mühitlərin yaranması idi. Bir şəhərdə yaranan fikir bütün Yunan dünyasında vahid hakimiyyət tərəfindən eyni şəkildə tətbiq edilə bilmirdi. Fikir azadlığı burada yazılmış universal prinsip deyildi. Amma siyasi parçalanma vahid bir hakimiyyətin bütün Yunan dünyasında eyni fikri tətbiq etməsini çətinləşdirirdi. Filosofların özlərinə də baxın. Pifagor Samos adasında doğulub. Daha sonra Cənubi İtaliyaya köçüb. Eratosfen Kirenadan, bugünkü Liviyadan İskəndəriyyəyə gedib. Bu, Aralıq dənizinin ətrafında yayılmış intellektual şəbəkənin hekayəsidir. Üçüncü, ticarət yollarının qovşağı. İyon şəhərləri Misir və Mesopotamiya ilə daim təmasda idi. Yunanlar başqa sivilizasiyalardan bilik və ideyaları mənimsədilər. Mesopotamiyadan astronomik müşahidələr və hesablamalar haqqında bilikləri gəldi. Misir riyaziyyatı və həndəsə ənənəsi ilə bu tanışlıq yarandı. Amma burada mühüm bir fərq ortaya çıxdı. Misirdə və Mesopotamiyada praktik hesablamalar çox inkişaf etmişdi. Yunan düşüncəsində isə getdikcə başqa sual ön plana keçdi. Niyə? Niyə bu qayda doğrudur? Niyə bu nəticə belə alınır? Bunu necə sübut edə bilərik? Yunanların böyük yeniliyi, sübutu, sistemli deduktiv riyazi metodun mərkəzinə çevrilmələri idi. Beləliklə, bilik sadəcə belə olur olmaqdan çıxaraq, niyə belə olduğunu göstərə bilərəm formasına doğru dəyişdi. Dördüncü, əlifba. Yunan əlifbasının ən böyük yeniliklərindən biri saitlərin ayrıca işarələrlə göstərilməsi idi. Bu texniki detal kimi görünür, amma nəticəsi böyük oldu. Misirin heroqlif sistemi və Mesopotamiyanın mex yazısı uzunmüddətli təlim və xüsusi yazıcı katib ənənəsini tələb edirdi. Yunan əlifbası isə daha sadə və çevik yazı sistemi idi. Yazı getdikcə daha geniş yayıldı. Bu, savadlılığın genişlənməsi üçün mühüm şərait yaratdı. İnsan artıq yalnız öz yaddaşına güvənmirdi. Başqasının fikrini oxuya, onu yadda saxlaya, ona etiraz edə və öz fikrini yaza bilirdi. Fəlsəfə əvvəlcə danışıqla inkişaf etdi. Amma yazı onun yaddaşdan kənarda yaşamasına imkan verdi. Bir filosof öldükdən sonra onun fikri də ölməli deyildi. 5-ci, açıq mübahisə. Afinada siyasi həyatın böyük hissəsi çıxış, müzakirə və inandırma üzərinə qurulmuşdu. Xalq yığıncağında, məhkəmədə, siyasi debatlarda. İnandırmaq bacarığı real gücə çevrilmişdir. İnsanlar buna görə öyrənməyə başladılar. Necə inandırmaq olar? Hansı arqument düzgündür? Hansı arqument isə sadəcə hilədir? Bu suallar ritorikanı inkişaf etdirdi və arqumentin necə qurulduğu haqqında düşüncə getdikcə daha sistemli xarakter aldı. Aristotelin formal məntiqi göydən düşmədi. O mübahisə edən, arqument quran və fikir toqquşmasının gündəlik siyasi həyatın bir hissəsi olduğu bir cəmiyyətin intellektual məhsulu idi. Yunanlar hər şeydə yarışırlar. İdmanda, teatrda, faciə müsabiqələrində. Fikir də tədricən yarış sahəsinə çevrildi. 6-cı, boş vaxt. Yunan dilində bir söz var.
Skole mənası asudə vaxt, boş vaxt. Bu gün işlətdiyimiz məktəb sözünün etimoloji kökü də buradan gəlir. Çünki düşünmək üçün vaxt lazımdır. Amma burada xoş olmayan bir həqiqət var. Onu deməmək düzgün olmaz. Bu asudəliyin arxasında həmin cəmiyyətin sosial və iqtisadi quruluşu dayanırdı. Qul əməyindən istifadə, torpaq sahibliyi, vətəndaşların müəyyən hissəsinə siyasi və intellektual fəaliyyət üçün daha çox vaxt ayırmağa imkan verən sosial struktur. Yəni filosof sadəcə boş vaxtı olan ağıllı adam deyildi. Onun düşünməyə vaxt tapması müəyyən cəmiyyət quruluşunun nəticəsidir. Fəlsəfənin inkişafını yalnız bununla izah etmək olmaz. Amma bunu görməməzliyə vurmaq da olmaz. 7-ci ənənənin yığılması. Sokrat, Platon, Aristotel bu zəncir təsadüfi deyil. Sokrat Platonun müəllimi idi. Platon Aristotelin müəllimi idi. Amma əsas məsələ sadəcə müəllim-tələbə əlaqəsi deyildi. Platon akademiyanı qurdu. Aristotel isə likeyi. Bunlar yalnız bir insanın ətrafında toplaşan və onun ölümü ilə yox olan dərnəklər deyildi. Davamlı intellektual ənənələr formalaşdırmağa başladı. Burada tələbə müəllimin fikrini qəbul etməklə kifayətlənmirdi. Onu tənqid edə bilirdi. Aristotel Platonun ideyalar nəzəriyyəsi ilə razılaşmadı və öz fəlsəfi sistemini qurdu. Bu fikir ayrılığı intellektual fəaliyyətin bir hissəsi idi. Sonra daha böyük bir mərhələ başladı. Eratosfen. O İskəndəriyyə kitabxanası ilə əlaqəli alimlərdən biri və onun rəhbərlərindən idi. İskəndəriyyə artıq antik dünyanın ən mühüm bilik və elm mərkəzlərindən birinə çevrilmişdi. Bilik tədricən bir adamın istedadından asılı olmaqdan çıxırdı. Məktəblər yaranırdı, kitabxanalar yaranırdı, alimlər bir-birinin işini davam etdirirdi. Bilik sistemə çevrilirdi. İndi isə sualın özündəki yanlışlıq. Sual belədir: niyə Yunanlardan bu qədər filosof çıxdı? Amma bu sualın içində gizli bir səhv var. Çünki eyni böyük tarixi dövrdə dünyanın başqa yerlərində də insanlar fundamental suallar verməyə başlamışdılar. Təxminən eramızdan əvvəl 8-ci, 2-ci əsrlər arasında Hindistanda Buddanın təlimi və müxtəlif fəlsəfi məktəblər meydana çıxdı. Nyaya ənənəsində məntiq və bilik nəzəriyyəsi inkişaf etdi. Çində Konfutsi, Mozi və Junzi kimi düşünürlər yaşadı. İranda Zərdüştilik ənənəsi formalaşdı. Tarixçi Charles Kaspers sonradan bu böyük intellektual dəyişiklik dövrünə ox dövrü, aksial age adlandırdı. Bəşəriyyətin müxtəlif bölgələrində insanlar eyni anda böyük suallar verməyə başladılar. İnsan necə yaşamalıdır? Doğru nədir? Ədalət nədir? Təbiət necə işləyir? İnsan nəyi bilə bilər? Yəni Yunanlar tək deyildi. Bəs niyə bugün məhz Yunan filosoflarını bu qədər yaxşı tanıyırıq? Burada başqa bir sual meydana çıxır. Niyə məhz onların səsi bizə qədər gəlib çatdı? Cavab yalnız çünki onların yazıları qaldı deyil. Çünki onların əsərlərinin bir hissəsi həqiqətən itib. Amma mühüm əsərlərinin böyük bir hissəsi müxtəlif intellektual ənənələr vasitəsilə qorundu. Yunan mətnləri Roma dünyasına keçdi. Bizansda bir çox Yunan əsəri qorundu. İslam dünyasında Yunan fəlsəfəsinin mühüm əsərləri ərəb və Süryani dillərinə tərcümə edildi. Əl-Fərabi, İbn Sina, İbn Rüşd kimi alimlər bu irsi sadəcə qorumaqla kifayətlənmədilər. Onlar şərh etdilər, tənqid etdilər, inkişaf etdirdilər. Daha sonra bu əsərlərin bir hissəsi Latın dünyasına keçdi. Avropada Aristotel və digər qədim müəlliflərin əsərlərinə yenidən böyük maraq yarandı. Beləliklə antik fəlsəfənin bir hissəsi əsrlər boyunca müxtəlif mədəniyyətlərin intellektual fəaliyyəti ilə yaşamağa davam etdi. Bu səbəbdən məsələ yalnız niyə Yunanlılar bu qədər filosof yetişdirdi deyil. Əsl sual daha maraqlıdır. Niyə bəzi sivilizasiyaların səsləri tarixdə bizə daha aydın çatdı, bəzilərinin isə yox? Bir şeyə fikir verin. Yunan dünyasında bir sıra mühüm şərait eyni anda birləşmişdi. Sual vermək üçün intellektual məkan vardı. Fərqli şəhər dövlətləri müxtəlif fikirlərin yaranmasına imkan verirdi. Ticarət yolları başqa sivilizasiyalardan bilik gətirirdi. Əlifba yazının yayılmasını asanlaşdırırdı. Açıq siyasi və məhkəmə debatları arqument qurmağı vacib edirdi. Bəzi sosial qrupların düşünmək üçün vaxtı vardı. Filosoflar əvvəlkilərin fikirlərini tənqid edir, məktəblər və kitabxanalar isə bilikləri nəsildən nəslə ötürürdü. Yəni fəlsəfə bir gün birdən-birə yaranmadı. Şərait yarandı, sual vermək asanlaşdı, fikri yazmaq asanlaşdı, fikri yaymaq asanlaşdı. Şərait onlara fikirlərini ifadə etməyə və yaymağa imkan verdi. Və ən vacibi, səhv fikir söyləmək ən azı bəzi intellektual mühitlərdə yeni fikir yaratmağın bir hissəsinə çevrildi.